Dostlar, çox sağ olun ki bizimləsiz. Həyat çəkiclə düz təpəmizdən vurur. Yəqin hiss elədiniz, bugün Milad axşamıdır. Parisdə hava istidir, 28 dərəcə. Küçə kafelərində oturmağa yer yoxdur. Məsləhət görürəm, işinizi atıb çimərliyə gedəsiz. Günəş elə qızdırır ki, kipriklərim qıvrılır. İsti paltar geyinməyin, yalvarıram. Həyatı sevin və yaxşıca əylənin. Bu günün məsləhəti idi. Bizimlə qalın, bizi dinləyin. Dalğanı dəyişməyin. Nə olar, istirahət günü götür mağazaları gezək. Nə qədər demək olar? Biz Milad bayramında da işləyirik. Bütün birja bir nəfər kimi işə çıxmalıdır. Hey! Mən bizim üçün çalışıram, özün bilirsən. Tez ol tərpən, qiymət 40-a düşüb. Hamımız batırıq. Sam, dovşanım gecikmə. Hə, narahat olma, tez gələcəm. Dayan. Bilmirəm, ona söz verib, amma illik hesabatımız var. Gecəyə qədər işdə olacağıq. Yaxşı, get görüşərik. Tez gələcəm əzizim. Ehtiyatlı ol. Hələlik. Beynəlxalq Maliyyələşmə Bankı. Nədir? Nə olub? Nə olacaq? O Milad bayramını çox sevir. Cəhənnəm olsun Milad bayramı. Bizim daha vacib işlərimiz var. Bura bax Xalid, əl çək, dalımca gəlmə. Şəklinizi çəkə Necə bilərik. yəni əl çək? Yadından çıxıb əvvəlcə biznes, sonra qızlar. Əcəb biznesdir. Milad bayramında uğurluq edirik. İşə bax da. Mane olmadım cənablar. Çay, peçeniye. Hə, pis olmaz. Kəs səsini. Sən paltar və xırdavat şöbəsinə get. Sən də oyuncaqlar və uşaqlarla foto şöbəsinə. Mən uşaqları sevmirəm. Tez olun, tərpənin, cəld olun. Uzun sözün qısası. Gözünə əyrinə dəydi götür. Ətriyyat şöbəsindəki oğlan mağaza bağlanandan sonra bizi içəri buraxacaq. Heç özündə deyiləm. Bəs, dağciyər olma, risk eləmirik. Burada ətriyyatçının da pay var. Sən bu ətriyyatçınla məni bezdirdin, başdan xarab. Özünsən başdan xarab. Sevgilinin qabağında dovşana dönürsən. Bilmirsən nə eləyəsən. Onsuz da səni atacaq. Broker olmadığın yadından çıxıb. Yaxşı, ayrılırıq. Mağaza bağlanandan sonra ambarda görüşərik. Sizi hədiyyələr şöbəsinə dəvət edirik. Milad bayramınız mübarək. Xoş gəlmisiniz. Xırdavat şöbəsinə buyurun. Hədiyyələrimiz çoxdur. Burada istədiyinizi tapa bilərsiniz. Şaxta baba, bəs hədiyyələr hanı? Nə bilim ana, mənlik deyil. Heç olmasa nağıl danışın. Nağıl bilmirəm. Ged orada dostlarla oyna, tez ol. Qaradam şəkli çək, tez ol. Dostum yoxdur axı. Hamı mənə albinos deyir. Bura bax balaca, hamının öz problemi var. Mən sənin üçün psixoloq deyiləm. İndi sürüş buradan. Xahiş edirəm Şaxta baba, mənə nağıl danış. Nağıl, nağıl, nağıl. Nağıl danış, nağıl danış. Nağıl danışın. Nağıl. Yaxşı, nağıl istəyirsiniz? Danışalım. Balalar, hansı nağıl eşitmək istəyirsiniz? Əlbənizin nağılını. O nağılı bilmirəm axı. Əjdaha və gözəl adam. Bət-heybət Parisdə. Superman. Barbie. Əlbəniz. Barbie. Siz heç Ələddinin sərgüzəştləri barədə eşitmisiniz? Yox, eşitməmişik. Yox, siz mənim variasımı bu nağılı Bu istəmirik. yeni remixdir. Başqa nağıl söyləyin. Oturun, hamı rahat otursun. Bax belə, əla, başlayırıq. Beləliklə, Ələddinin yeni sərgüzəşləri. Mən Əlbənizi istəyirdim. Mən də. Sakit. Mən onu bilmirəm. Deməli belə. 11-ci əsr Bağdad minlərlə dəfinə şəhəri. Küçələr alverçilərlə, tacirlərlə və fırıldaqçılarla dolu idi. Ay qurban olun, məndən ucuz qarıqdalı satan yoxdur. Get bütün bazara gəz gör, bundan ucuz İki tapa bilirsən sadə ya. gənc dost Ələddinlə Xalid yalnız varlıların tox olduğu o qarışıq dövrdə birtəhər başlarını girləyirdi. Dadlı yeməklər və delikateslər olan dükana mütləq girin. İnanın, çox xoşunuza gələcək. Mütləq ora baş çəkin. Gedək. Ora bax, hey. Yox, dostum, burada saxlamaq olmaz, sür get. 2 dəqiqəyə gəlirəm. Əgər geciksən, sənə cərimə yazacağam. Tez ol, tələs. Tez ol. Bu təzə şeydir. Həmişə göynən yaşıl olur. Bu modeldə qırmızı olmalıdır. Qırmızını harda görürsən? Körsən, bəs bu nədir? Özün sən kör, əl qol atma burada. Bəsli görək. Yaxşı. Getdik. Narıncıdır. Qırmızı. Narıncı. Qırmızı. Onda getmirik. Qırmızıdır. Yaxşı olsun narıncı.
Qaza bas. Ehtiyatlı ol. Çəkilin, yol verin, yoldan çəkilin. Hey! Hara! Dayanın! Hey! Geri kayıt! Hara uçursuz! Dayanın! Tutun onları! Mənim xalçamı qaçırtdılar. İtalyan xalçam əldən getdi. İndi kimdi boss? Hə, indi kimdi? Qorxulu da. Hazırsan? Hə, hazıram. Sen niye turlanmadın? Ələddinin yeni sərgüzəştləri. Hə, elədir vəzir. Həmişəki kimi mən səninlə razıyam. Məncə qızıma baş çəkmək üçün hələ çox tezdir. Hə, amma Şahzadə xanım Şaliyə yenə sizin sözünüzdən çıxır. Düzdür. Məyər qüdrətli sultan vaxtın ağası deyil, adi adamlar kimi rəsmiyyət gözləməlidir? Vəzir, həmişəki kimi sözlərin mənalı və müdrikdir. Başa düşdüyünüz kimi vəzir axmaq və təhlükəli idi. Şaliyə! Şahzadə xanımın yanına olmaz, əla həzrət. Şaliyə! Mənə xəbər veriblər ki, yenə də icazəsiz saraydan çıxmışsan. Belə olmaz. Birincisi xəbərçilik alçaqlıqdır. İkincisi, mən sənin əsrin deyiləm, qızınam. Bizim adətlərə görə toya qədərsən saraydan çıxmamalısan. Sizin adətləriniz məni boğaza yığıb. 11-ci əsrdə yaşayırıq. Belə zülm olar. Belə, uzun sözün qısası. Bir də saraydan çıxsan kənizlərindən birinin başını kəsəcəm. Necədir? Yaxşı dedim. Birinci bundan başla. Sevimli kənizindən başlayacağım. Rübabədən. Necə idim? Əla mənim hökmdarım. Bizim adətlərimizə hörmətlə yanaşmalıyıq. Şahzadə xanım özünü adi qızlar kimi apara bilməz. Onu ərə versəydim dərdim olmazdı. Qızımın toyu dövlətin xəzinəsini yaxşıca doldurmalıdır. Dövlətsə mənəm. Əlbəttə, amma Şahzadə xanımı ər axtarıb tapmaq asan deyil. Onun çətin xasiyyəti Ona dövlətdə ər tap. Həm qəşəng olsun, həm varlı. Yox, ancaq varlı olsun, çox varlı. Baş üstə mənim hökmdarım. Şahzadərə getsə, sultanın ölümündən sonra şahlığın üzərindəki hakimiyyətim əlimdən çıxacaq. Heç vaxt qüdrətli olmayacağam. Mənim... Bağışlayın, nə dediniz? Nə? Mənə nəsə dediniz? Yox. Aydındır, elə bildim mənlə danışırsınız. Danışa-danışa xəyal qururdum. Öz-özünüzlə danışırdınız? Cəhənnəm ol. Nə? Tez ol. Eşitmədin? Ələddin, DVD-də lisensiyası 1000 ildən sonra qutaracaq. Alın, keyfiyyətə əladır, yan keçməyin. Çox gözəl DVD-dir. Şahzadə xanım, yalvarıram. Gəlin qaydaq, bu təhlükəlidir. Üliyə həzrət, yadınıza salmaq istəyirəm ki, atanız sultan söz verib, əgər bir də Bağdada getsəz, ən sevimli kənizinizin başını kəsəcək. Ha? Şahzadə, nə gözəldir. Şahzadə, məni gözləyin. Axı sizin sevimli kənizinizəm. Gəlin danışaq, Şahzadə xanım. Şahzadə xanım. Möhtərəm Bağdad sakinləri, bax bu əlimdə tutduğum məlhəmin şöhrəti bütün dünyaya yayılıb. Kim onu içsə cavan və gözəl olacaq. Gəlin alın, tez olun, xəsislik eləməyin, yaxın gəlin.
Kim dadına baxmaq istəyir? Malımız xoşunuza gəlməsə pullarınızı geri qaytaracağıq. Bütün problemlərinizin həlli bu məlhəmdədir. Cavanlıq və gözəllik məlhəmi. Qırışlara qarşı yüksək səmərəliliyə malik preparatdır. Təsirini o dəqiqə hiss edəcəksiniz. Cavanlaşmaq istəyən var? Mən içmək istəyirəm. Əla. Sizin çox saylı xahişlərinizi nəzərə alaraq məlhəmi bu qocanın üzərində sınaqdan keçirəcəyik. Öz adamıdır. 50-50-yə. 30-un 70'e. Ay! Ne oldu ona? Ne eyledin? Yazığı öldürdün. Yaramaz! Tutun onu! Bir de Fırıldakçı, olsun. Yaxşı. 50-50'ye tez ol. Keçi sakkal. Yarama... Fırıldakçı! Yani bu hakikat Hanımlar ve değil. canablar görürsünüz. Size söz verdiğim kim o cavanlaştı. Bu inanılmazdı. İlahi. Zehirli melhem ödüşünü gördü. Gördün. Hamınız bakın. Hay Allah. Gönüllülere qadirdi. Elə bir Mən cavan ondan oğlandı mütləq dayanmaq almalıyam. bilmir. Melhem möcüzələr Arvadım neçə ildir yaradı. xəstədir. Belki özüne geldi. Görürsünüz bakın. İkinci arvad almağa pulum Görün yoktu. o ne oyunlardan çıxır. O dahidir. Fırıldaqçı dahidir. Gərək tez-tez evdən çıxaq. Onu demək istəmirdim. Şaliyə, gedək. O fırıldaqçıdır. Hə, ondan birini Yaxın mənə ver. gəlin hamınıza verəcəyim. Möcüzəli O fırıldaq deyil, məlhem. görmürsən? Yaxın gəlin. Bura. Pulları verin. götür, Bax mənə belə. də ver. Pulları Mənə verin. də. Hamı pullarını versin. Siz də istəyirsiniz. Sizə ikisi lazımdır. Ay qardaş, mən 3 dənə qaldım. verin. Özünüzü sevindirin. Tələsin, sabah olmayacaq. Bugün axırıncı gündür. Satı. Alın aparın. Neçə almışam o qiymətə də satıram. Ey sehirbaz! Alın aparın. Bu kimdi? Ne qəşəng qızdı. Xahiş edirəm. Biz batdıq. Sənə sualım var. De görək, təriflədiyin bu məlhəm sağlam adama necə təsir göstərər? Cavab ver! Nə baxırsan? Sən belə ağıllı Yavur olasan. olduq. Bilirəm, buna inanmaq çətindir, amma bizim məlhəm sağlam adamı daha da sağlam eləyəcək. Necə sübut eləyə bilərsən? İşimlə sübut eləyərəm. Hə, onda sübut elə baxaq. Hə, burada nağılımız sona çatdı. Onlar sinifi bərabərsizliyə əhəmiyyət verməyib evləndilər və çoxlu uşaqlar oldu. Və salam, Milad bayramınız mübarək. Sakin olun, sakin. Superman. Demir adamı istəyirəm. Uşaqları sakitləşdirməsən səni işdən çıxaracağam. İşdən qovursan. İstəyirəm. Özüm çıxardaram, kömək eləmə. Danış, Superman'ı danış. Biz nağıl istəyirik. Biz nağıl istəyirik. Yaxşı uşaqlarım. Mən də sizə nağılın davamını danışmaq istəyirdim. Yaxşı, danışaram. Əbənizin nağılını danış. Beləliklə. Qorxmaq lazım deyil. Sənin kələyini başa düşdüm. Nə dediyini başa düşmürəm. Ne oldu? Mən heç nə görmürəm. O niye qışqırır? Bu qız məni öldürəcək. Mən kör Yalancı. oldum. Sən bizim öldürməyəcəksən. Yaramazın biri yaramaz. Kör olmuşam. O yalan deyir, özünü körlüğe vurub. Mən heç nə görmürəm. Sen bizi göstərmək istəyirsən. Hey, siz qocaya baxın, görün necə tullanır. Bak Mən belki heç bu nə dərmanların marşalı görmürəm. olup öldürsə sonda ne inleyeceğim? Mən heç nə görmürəm. Onu bastırmağa xeyli pul lazımdır. Fırıldaqçı, qaytar pulumu. Tez ol. Görmürəm. Sen ona qaytar bura. Sən Heç çalın. nə Bəs nə Pulumu edirsiniz? qaytar. Vurun onu! Pulumu ver. Hülya həzrət. Hey, mən fırıldaqçı deyiləm. Başını keseceğim. Senin yaramazın biri yaramaz. Rübadə, bu sənsən. İndi ona Şəhzadə göstərərik! xanım əzizim, Bura gel. biz getməliyik. Gül kimi qızı kör elədin. Şəhzadə xanım əzizim, qəşəngdir. Bunun axırı yaxşı qurtarmayacaq. Tutun onu! Bir dəqiqə, mən fırıldaqçı deyiləm. Benim pulumu qaytar. Bu sudur, adi su. Ne? Xalit. Bura gel Xalit. görüm. Fırıldaqçı. Xalit köməklə. Xalit. Gel bura. Xalit köməklə. Senin her tükeni Hara kulağın boyda gedirsiz? eləyəcəyik. Yox, buraxın onu. Buraxın onu. Əl çəkin ondan. Əl çəkin. Daş gətirin Dayanın, mənə. lazım deyil. Onun Əlinizi başını çəkin. dağıdacağım. Buraxın dedim. Bu mənə görə oldu. Zarafat eləyirdim. Buraxın onu. Oy. Bu da gelmeye vaxt tapdı.
Özünüzü də, ailələrinizi də biabır eləyirsiniz. Sevimli vəziriniz xalqının güzəranına baxmaq üçün çıxıb. Bəs gördüyü nədir? Qarışıqlıq və xaos. Belə olmaz. Nədir? Söhbətinizə qarışmaq ya da mübahisə eləmək istəmirəm, amma mənə elə gəlir qarışıqlıq və xaos sözləri sinonimdir. Yəni bu eyni mənalı sözlərdir. Siz səhv elədiniz. Axmağın bir axmaq. Yox. Ay! Harda qaldıq? Bu gözəl gündə sizin dəyərli və qiymətli vəziriniz dəyərli və qiymətli. Bu da sinonimdir? Yox. Yox. Bax belə. Qalx ayağa. İndi səndən neyniyək? Bacarırsan tut məni. İrəli! Başı baş axmaq. Bu dəlidir ki. Ələddin. Yaxşı, 30-un 70 olsun. Razıyam. Super. Mühafizəçidən özünü gözlə. Ehtiyatlı ol! Özünü gözlə. Görürsüz? Birinci mən başlamadım. Bura ver görüm. Mən eləmədim. Hamısı onun işlərdir. O elədi. Ora baxın, Ağbəniz gəlir. Bax oradadır. Orada. Hə, görürəm, kör deyiləm. O hardadır? Hara yox oldu? Gəl bura yaramaz. Bura gəl. Ay! 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 Ay 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 ay. Yox 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 yox. Ay! Oy. Hardasan? Bəlkə gedək. Gördün keşikçinin şalvarını necə çıxartdı? Super idi. Afərin! Xəncər yadımdan çıxıb. Çox sağ ol. Hə, düş bura, qorxma, səndən işimiz olmayacaq. Bəxti gətirdi. Vaxt gedir. Dayan. Tərpənmə. Qutardıq. Davam edə bilərik. Çəkil. Beləliklə, bayaq dediyim kimi, sənlə neyniyək? Buraxın onu. Qoca, məni qorxuda bilməzsən, aydındır? Vəziri öldür. Öldür. Vəziri öldür. Vəziri öldür. Vəziri öldür. Çiynindən elə vur ki, Vəziri öldür. Vəziri öldür. Vəziri öldür. Vəziri öldür. Əlin qurusun. Ay! Yox! Himcin başa düşmürsən, it oğlu it. Xalid. Yox, qardaşım, ölmə. Ölmə. İndi yox. Yox. Mənə dəymədi, sevinə bilərsiz. Xahiş edirəm, ayol. Ayağa dur.
Beləliklə, kim vəziri öldür qışqırırdı. Kaçın, kes olun aradan, kes olun. Kes olun. Gizlənin. Gəl gedək. Cəmaət, sizin sevimli vəziriniz kin saxlamır. Amma məni öldürmək istədiyiniz üçün vergiləri 2 qat artırıram. Sənə hər şeyimi verərəm, amma ölmə. İndi yox, xahiş edirəm, Xalid. Hə, Məndən qal qardaşım. Sən dediyin qiymətə razıyam. Xahiş edirəm, mənə tək qoyma. Xahiş edirəm, ölmə. Gedək. Ölmə. Tez ol, Ne terpe. olar Xalid. Xalid. Gedək. Gel. Xalid. sənsə kafir, hamıya nümunə olmalısan. Ucu bucağı görünməyən Kurbi səhrasında çürüyüb öləcəksən. Mənə yazığınız gəlsin Şahzadə xanım. Öldü. Yox, ola bilməz. Yok ölmesin. Niyə öldü? Ölmesin. Tez ol, sonluğu değil. Belə də həyat olar. Yox, O sağ kalmalı. sözün düzü o ölmədi. Başka bir şey fikirler. Değdi. Ha, düz deyirsiz. O hara değdi? Ox? Başı kesilen oğlanın ikiz kardeşi vardı. Onun üstüne hekim geldi. Halil'in yanına apardı. Yaralarını sarıyıp sağalttı. Vəzirə hücum elədiyinə görə minnətdarlığını bildirdi. O, əslində elə olmayıb. Xalid aylanda gördü ki, tanımadığı bir evdədir. Yox, o ölmədi. Ölmədi. Ona görə ölmədi ki. Məni bura kim gətirib? Əslində vəzirin edam elədiyi adam mənim əkiz qardaşımdır. Mən Loğman olduğum üçün səni öz evimə gətirdim. Sağaltmaq istəyirəm. Çünki həkiməm. Vəzirə hücum elədiyin üçün sənə yaxşılıq eləyəcəm. Əkiz qardaşımın xatirəsinə görə. Bax belə. Gəlirəm birazdan. Səni xilas eləyəcəm. Bax, sənə su gətirmişəm. Mənim əzizim. Ay, zibil. Zəhir mara qalasan. Narahat olma, təzəsini gətirərəm. Ələddin! Sən qardaşım. Sən ölməmisən. Görürsən? Sənə su gətirmişəm. Ay, zibil! Lənətə gələsən. Narahat olma. Burada gözlə gəlirəm. Yaxşı. Mən gəldim. Ehtiyatlı olum, ayağımın altına. Ay, yenə sınır. Buradayım dostum. Gel buraya. Gel. Cavan oğlan. Sana su ve yemek getirmişim. Dayanacağa getirdim. Yolda sana burger aldım. Heç bilmirəm nə fikirləşim. Yaraşıqlı, naməlum oğlan səhrada tək qalıb. Bu istidə inanmıram sağ qala. Yəqin çoxdan ölüb. O çox gözəldir. Qoy onun portreti həmişə məndən olsun. O, saçları çox oxşayır. Sağ ol. Sonra mən o gözəl gözləri gördüm. Amma vəzir gəlib gözümün qabağına dostumu öldürdü. Mərhəmətli xilaskarımın qəlbini qırmaq istəmirəm. Amma siz müxtəlif nümayişlərə gedənlərdən deyilsiniz. Yok. Ne danışırsan? Yok. Əla. Əslində mən adi bir sehirbazam. Sehirbaz? Xırda işlər görürəm. Elə belə. Süper.
Səhrada nə axtarırsan Sehirbaz? Mən köhnə sarayda etmiş qədim bir əşyanı axtarıram. O bura yaxın yerdə səhrada olmalıdır. Bax orada. Nə əşyadır elə? Köhnə lampadır. Cındır bazarında da sata bilməzsən. Amma o mənim babalarıma məxsus olub. Yadigardır. Bədbəxtlikdən saray xaraba qalıb. Elə vəziyyətdədir ki, içəri girə bilmirəm. Bəlkə cəsarətli cavan oğlan onu tapmağa mənə kömək eləyər. Yox. Yox. Təəssüf ki, işim var. Bağdada gedirəm. Vəzirdən intiqam almağa. Burada qala bilmərəm. Kömək elə mənə Ələddin. Yalvarıram. Mən də sənə vəzirdən intiqam almağa kömək eləyəcəm. Danışdıq. Allah! Ehtiyatlı olmaq lazımdır. Sığortamın vaxtı qutarıb. Aydındır. Gedək. Yolçu yolda gərək. Bağdadda təzə vəzirin sərəncamı ilə şahın xəzinəsi mayalı xəmir kimi şişib çoxalırdı. Qara cəmaatsa acından şişib ölürdü. Sənsən Plut. Saqqalını qırx. Axı, mən... Boyun çox hündürdür. Aşağı əyil. Biraz da aşağı. Biraz da. Yaxşıdır, mənə bax. Şahzadə xanım üçün ər tap. Əfəlin biri olsun. Mən onu istədiyim kimi idarə edə bilməyim üçün. Bəlkə şahzadə xanıma şahzadə ərə getməyə imkan verməyək. Mən də onu dedim. Tam elə demədiniz. Fikirləşsək... Bəlkə şahzadə ilə özüm evlənim. Mənə nə mani ola bilər? Ağzınızdan gələn iyi. Ay! Bu oradadır. Ələddin, sənin gözünə saysız hesabsız ləl cəvahirət görünəcək. Çoxlu qızıl. Amma onlara əl vurma. Əl vurmuyum? Yaxşı, başa düşdüm. Bildiyim qədər sənin biraz əlin əyridir. Nə? Axı, sən oğrusan. Mən? Məsələn, indi mənim ciblərimdə gəzirsən, hiss edirəm. Qələt eləmişəm. Çatmışıq. Gizli şifrə. Let's get ready to rumble! Əvvəl açılırdı. Ay! Ələddin, sən saraya girib bəzi sınaqlardan keçməlisən, amma köhnə lampadan başqa heç nəyə əl vurma, xahiş edirəm. Nə olursa olsun onu əldə elə Ələddin. Başa düşdün lampa. Ələddin. İndi gözümün içinə bax. Qızılın parıltısı sənin qarşında acizdir. İndi ayıb, gedə bilərsən. Mənim əzizim.
Kimsə var? Ay. Oh. Buradan asanlıqla keçə bilməyəcəm. Oh. Oh. Ay. 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 Çatıram. Çatıram. Çattım. Sherlock Xan, xəfiyyə. Səndən bir şey xahiş eləmişdim, onu tapdın? Əlbəttə tapdım, hörmətli vəzir. Sherlock Xan dahi xəfiyyədir. O uduzmağı sevmir. Şəxsən mən sizin tələblərinizə tam cavab verən 3 namizəd seçmişəm. Yəni elə bir adam tapmalıyam ki, onun heç bir problemi olmadan sizin əziz xələf qardaşınız oğlu kimi təqdim eləmək olsun. Mən də bunu tapmışam. Düz dedim? Bir də belə qələt cavab versən, sənin dilini dibindən kəsəcəm. Salam aleyküm. Necəsiz? Xoş gördük əmican. Səncə bu axmaqlardan biri mənim qardaşım oğlu ola bilər? Hə, elədir. Deməli ola bilər. Əmi, əbəm xoşuna gəlir. Gör nə qəşəngdir. Səni xoşuna Sən gəlmək olursa nəsim olacağım. Vəzirin qardaşı oğlu olmaq hər adama nəsib oldu. Mənim saqqalım səninkindən qəşəngdir. Ola bir bax, yer o yana. Gözün çəkil, adama da oxşamırsan Amma sənin boyu eybəcəm. balacadır, o məni seçəcək. Çəkil görüm. Amma mənim çinli xoşuma gəldi. Bəs də mən əsəbləşdirmə. Bağışlayın. Gedin onu tutun. Dayan, Eşitmirsən, ay xala. Dayan görüm. dayan. Köməkləyin. Məni öldürürlər. Buraxın məni. Buraxın. Bərk tut. Əlinizi çəkin. Siz nə haqla məni tutmusunuz? Bilirsən, oğruların başına nə oyun gətirirlər? Mən uğurlamamışam. Nə olsa, mən utanmıram. Mən bu qadağan olunub. Qadın paltarı geyinmək cinayətdir. Əlbəttə. Dayanın, mən arvad paltarı geyinməyin qeyri-qanuni olduğunu bilmirdim. Yoldan keçənlərin cibinə girmək kimi. Üstəlik pozğun həyat tərsi. Hər iki halda səni cəza Mən gözləyir. paltarımı mədəni əyləncə məqsədilə dəyişmişəm. Pis niyyətim yox idi. Təzə fəaliyyətə başlayan aktyoram. Başa düşürsüz? Doğrudan? Həvəskar aktyor. Teatrı çox sevirəm. Doğrudan. Məsələn, qədim Yunan teatrında bütün qadın rollarını yalnız kişilər ifa eləyirdi. Bilirdiniz? Hə? Bəli. Şəxsən mən qədim Yunanistanı sadəcə Yunanistan adlandırıram. Bəlkə də 1500 il sonra o qədim olacaq, amma indi sadəcə Yunanistandır. Bəlkə də bilmək olmaz. Hər şey ola bilər. Bilmək olmaz? Yox, əslində Yox. Yox. Ha? Ha? Yok. Hey! Yok.
Mən öz personajımı hiss eləyirəm. Rola girmək xoşuma gəlir. Sözün düzü bunu qəsdən eləyirəm. Aktyor nə deməkdir? Aktyor emosiyadır. Aktyor hissdir. Personajını ölməz eləmək üçün onunla birlikdə ölürsən. Mən gedim, sizi ləngitməyim cənablar. İşiniz gücünüz var. Gənc oğru, natiqlik sənətində zirvələri fəth eləmsən. Sən sultana çatdır ki, mənim itmiş qardaşım oğlu Hindistandan qayıdıb. Qardaşınız oğlu qayıdıb? Oy səni. Qızılın parıltısı sənin qarşında gizli. Heç nəyə əl vurma, lampanı da. Süper. Hə, başla. Hansını istəyirsən seç. Bunu istəyirsən, niyə də olmasın? 9. Kim var burada? Səndən qorxmuram. Eva! Narahat olma. Sehirbaz! Ələddin! Sən lampanı gətirdin. Amma xəbərdar edirəm. Lazımsız şeydir. Onu mənə at. Niyə torpaq tərpənir? Baxmaq, orada nəsə uğurlamısan? Yox. Nəsə deyəndə o qədər də əhəmiyyətli bir şey deyil ki. Hə? Yox. 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 Lənətə gələsən, sənə göstərərəm. Xalçanı harda saxlamışam? Bütün Bağdad vəzirin qardaşı oğlunun qayıtmasından danışırdı. Siz əminsiz? Səsini kəs. Tezliklə onu sultana təqdim eləməliydilər. Vəzir nəzakətlə öskürüb həmişəki kimi çərənləməyə başladı. Bla 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 bla. Bla 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 bla. Sevimli qardaşım oğlunun qayıtmasına çox sevinirəm. Onun Hindistanda itkin düşməməsi əsl möcüzə oldu. Sağ-salamatdır. Həm də varlıdır. Çox varlıdır.
Bu mənim ən çox sevdiyim rəsmdir. Onu heç vaxt satmaram. O qiymətsizdir. Şah dedi ki, o qiymətsizdir. Böyük sultanım, mən onu almaq istərdim. Qardaşınız oğlu xoşuma O gəlir. da sizi görən kimi vuruldu. Qiymətsizdir deyəndə onu ucuz satmayacağımı nəzərdə tuturdum. Fırça, kətan boyalar çox bahadır. Birazdan özüm də şalvarsız qalacağım. Canlı heykələ baxıb çəkirsiniz? Yalnız yadda saxlayıram, yadda. Oy. 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 Başım. Ay. Zibilə qalsın. Ay. Blokdan çıxarmaq üçün barmağınızla yazının üstünü silin. Soxulcan, tez ol boynunu al. Təksən? Nə mənadır? Mən 1000 il bundan əvvəl bu lampada dustaq edilmiş cinəm. Mənə maraqlıdır, özünlə kimisə gətirmisən? Qarayanı, sarışın ya da kürən qız. Yanında kimsə var? Biraz əylənərdim. Yox, mən təkəm. Dostum Xalid gərək... Bir dəqiqə, mənə tarixi danışırsan? Onda lazım deyil, darıxdırıcıdır. Bağışla. Mən azadam! Azadam! Azad! Salamat qal dostum. Ura! Azadlıq! Dayan! Dayan, getmə. Bir söz soruşmaq olar. Mən səni azad elədim, hə? Düzdür? Bildiyimə görə nağıllarda cini azad eləyənin 3 arzusunu yerinə yetirirlər. Hə, elədir, düz deyirsən. Amma insanlara yaxşılıq eləməkdən bezmişəm. Gördüyüm sonuncu adam söz vermişdi ki, məni bu zibilə qalmış lampadan azad eləyəcək. Amma axırda 1000 il bu lampada dustaq elədi. Daha bəsdir. Qutardıq dostum. Sözün üstünə durmayan adamlardan zəhləm gedir. Mənlik deyil. Yaxşı. Özünü dostum kimi göstərmək istəyirsən. Güya mənim hisslərimi başa düşürsən. Elə bil uşaqlıqda məndən ayrı düşmüş qardaşımsan. Əziyyət çəkmə. Əbəs yerə çalışırsan. Cinin həyatda yalnız bir dəfə yox deməyə ixtiyarı var. Həmin adam görəsən kimdir? O kim ola bilər? Sən. Bağışla dostum. Mən azadam! Azadam! Azad! Yaxşı, bir dəqiqə. Arzum yoxdur. İcazə ver, axırıncı sualımı verim. Deyəsin. Cəmi bir sual. Necə olub ki, sənin kimi yekəpər cin... Cəngavər. Yaxşı, cəngavər. Həm də yekəpər. Sənin kimi yekəpər cəngavər bu balaca lampaya yerləşib. Texniki cəhətdən bu mümkün deyil axı. Məyər cin üçün nəsə mümkün olmaya bilər? Bax. Gördün? İndi kimdir bərk gedən oğlan? Səni uşaq kimi aldatdım. Nə? Yox, dayan. Burax məni. Yaxşı, 3 arzunu yerinə yetirəcəm. Razıyam. 3 arzu? Çox azdır. Nə? Mən onları burada görmək istəmirəm. Söz vermişdin ki, mən istəmədiyim adama ərə verməyəcəksən. Xüsusilə də vəzirin qardaşı oğluna. Əminəm ki, o sənin xoşuna gələcək. Həm varlıdır, həm də qəşəng. Mən niyə bura gəldim? Rıbabə, mən ölümə göndərdiyimiz oğrunu yaddan çıxara bilmirəm. Onu mən yox, siz ölümə göndərdiniz. Çox qəşəng idi. Qara qıvrım saçlar. Yox, dalğalı deyildi, qıvrım idi. Möcüzəli dərin gözlər. Məncə gözləri çəp idi. Bəsdir sözlərimi şərh elədin. Daha mənim yaxın rəfiqəm deyilsən.
İlahi, o meymuna oxşayır. Nə danışırsınız? Bu təlxəylərlə çıxış eləyən meymunlardır. Bəy deyil. Çaşdım. Bəsdir. Bura gəl. Sizi xilas eləyib ona ərə getməyə razıyam. Əla, qoy Rübabə ilə evlənsin. Yaxşı, Rübabənin başını kəsin. Toy gecəsindən əvvəl ya sonra? Bu nə konsertdə verirsən? Bəlkə sonra Səndən xahiş eləmişdik. Əvvəl axır o da ərə getməlidir. Onda niyə öz başınalıq eləyirsən? Düşündüm ki, bu Amma mən məsələyə yaradıcı istəmirəm. yanaşım. Ona ərə getmək fikrində deyiləm. Çəkərəm, ağlım başına Lazım gəlir. Mən sənin yalnız 3 arzunu yerinə yetirə bilərəm. Yaxşı 5. Çox olmaz. 10. 10. Dəli olmusan? Bu nə deməkdir? Nə həyatsız adamsan? Yaxşı 6. Olsun 6. Əgər altını başaq eləsək olur 9. Çox gülməlidir. İndi gülməkdən öləcəm. Yaxşı, gəl belə eləyək. Sən 9 istəyirsən, mən 7-sini yerinə yetirirəm. 7 son sözümdür. Wow! Sənsən sahibim, mənsə sənincinin. Mən bircə dənəyəm, sevimli cinəm. Bircə dənəyəm, sevimli cinəm. Məndən yoxdur. Nədir? Bu ənənədir. İnsana xidmət eləməyə başlayanda bütün cinlər oxuyur. Bunu. Mən sevimliyəm, bək gedən cinəm. Ən. Dayan! Nə olub dostum? Bu qədər cəmaatın göz qabağında təlxəli edirsən, hə? Burada heç kim yoxdur. Hər şey plan üzrə gedir. Qardaşım oğlu Sultanın xoşuna gəldi. Tezliklə şahzadə ilə evlənəcək. Lovğalanmaq istəmirəm, amma mən... Yenə öz-özünüzlə danışırsınız, ha? Təvazökarlıqdan uzaq olsa da deyərdim ki, mən heç nə. O havalanıb. Sən bura gəl. Yanımda dayan ki, rahat öz-özümlə danışa bilim. Sultan deyir ki... Bir dəqiqə, ağlıma bir fikir gəldi. Bu riyakar planlarınızı həyata keçirmək üçün acıqlı gülüşünüz olmalıdır. Məsələn... Yox. Sultan qızını sənə ərə gəlməyə razı salıb. Ənənəyə görə bəylə gəlin, toydan əvvəlki həftəni bir yerdə keçirirlər. Əladır. Qəribə də olsa xoşuma gəlir. Birinci arzunu deməzdən əvvəl qüdrətinin gücünü dərk eləməlisən. Hə, mənim sahibim, qüdrətinin. Sənin dünyanı dəyişmə imkanın var. Dünyada olan bütün xəstəlikləri yox eləyə bilərsən. Hamını xoşbəxt eləməyə qadirsən. İlahi, ona xeyir dua ver. Aleluya, aleluya. Yaxşı, başa düşdüm. Nə istədiyimi bilirəm. Eşdirəm. Hazırsan? Aha. Birincisi. Nədir? Heç nə. Davam elə. Deməli belə. Mənim ikinci arzum vəziri öldürməkdir. Arzunu kiminsə həyatından son qoymaq üçün istifadə eləmək olmaz. Bağışla. Yaxşı. Məni evə qaytar. Bağdada. Baş üstə. Bağdada gedirik. Ünvanı de. Küçəyə apar. Hə, yaxşı, amma hansı küçəyə? Küçənin adını, evin nömrəsində. Bu vacib deyil. Bugün bir küçədə yatıram, sabah o birisində. Hə, başa düşdüm. Sənin daimi yaşayış yerin yoxdur. Ha? Aydındır.
Wow, bura bax, sənə yaxşı bir təklifim var. Cəmi bir arzun gedəcək. Təklif eləyirəm. Bağdadın ətrafında sənə saray tikək. Məsələ də həll olunsun. Yox. Xahiş eləyirəm. Ömrü boyu lampada yaşamışam. Sənsə mən küçədə qalmaq istəmirəm. Başa düşdün? Yaxşı, həll eləyərəm. Sənin üçün əla saray tikmişəm. Hə, uzun sözün qısası. Mənim evimdə mənim qaydalarımla yaşayacağıq. Aydındır? İylənmiş corablarını çarpayının altında görməyim. Alt tumanlarını ora buratma. Başa düşdün? Nə dedimsə yerinə yetirəcəksən. Bəlkə mən evə qızları dəvət elədim. Hər şey ola bilər. Sadə qaydalardır. Hansı gözəli? Wow. O qarayanızdır. Gözəl qızdır. Afərin. Sinəsinə söz ola bilməz. Wow. Ver bura. Səndən xeyir gəlməz. Baxa bilərsən. Hə, bu qızı deyirdin? Bu odur. Həmin qızdır. Sən dahi səncin. Sən də elətdin. Şahzadə xanım, atanız sizə hərəm ağası göndərib toya hazırlaşmağa kömək eləyəcək. Adım Karameldir. Qolağınızda hazıram Şahzadə xanım. Sizə nə oldu Şahzadə xanım? Vəzirin qardaşı oğluna ərə getməliyəm. Amma səhrada həlak olan naməlum oğlana görə əzab çəkirəm. Təəssüf ki, onun nurlu üzünü yaddan çıxarmağa başlayıram. Üstəlik, cismin zövq almasına nə demək olduğunu bilmirəm. Danış görüm, səndə birinci dəfə necə olub? Xətrimə dəydi Şahzadə xanım. Mənə hələ kişi əli dəyməyib. Yaman sənə. Şahzadə xanım, mənim sevgilim Şahzadədir. Arzunun birini də silirəm. O məni yaddan çıxarmayıb. Hə, amma elə bilir ölmüsən. Bu yaxınlarda vəzirin qardaşı oğluna da gedir. Bu olmayacaq. O başqasına ərə gedə bilməz. Bizim aramızda olanlar ciddidir. Mən vəzirə nifrət edirəm. Mənim yoluma çıxdığı üçün peşman olacaq. Görürəm, çox hirslənmisən. O yaramaz vəzirin dərsini vermək lazımdır. Yaramaz vəzir. Yaramaz vəzir. Yaramaz vəzir. Yaramaz vəzir. Yaramaz vəzir. Özünü ölmüş bil vəzir. Sənə göstərərik vəzir. Özünü ölmüş bil. İndi görərsən. Sənin hakimiyyətin sona çatandan sonra Bağdada şəxsən mən idarə edəcəm. Cənub-şərq ərazisini tamamilə sökmək istəyirəm. Yerində nəhəng ticarət mərkəzi tikəcəm. Bazarlar məni bezdirib. Bəs cəmaat nə edəcək? Əhalini müxtəlif yerlərdə məskunlaşdırmaq planım var. Hər bir ailənin istifadəsi üçün şəxsi mülkiyyət olacaq. İcarəyə yer götürmək baha başa gəlir. Gəlir gətirmir. Hə. Bağışla, məni gic gülmək tutdu. Əslində biz onları qovub qul kimi xaricə satacağıq. Əlbəttə, yaxşı fikirdir. Ağıllı sözdür. Hə, düzdür. Doğrudan, hərdən bir belə zarafatlar eləmək xoşuma gəlir. Cəmaat da deyir ki, sizin yumor hissiniz yoxdur. Bunu kim deyib? Heç kim. Deməli biz toya mane olmalıyıq. Mən bizi gözə görünməz eləyə bilərəm. Doğrudan? Əla olar. Bəs sonra? Sonra hamama girərik. Ha? Qızlara baxarıq, onlara sataşarıq. Qızlar da qışqırar. Ay, bu nə idi? Xoş gördük əzizim. Sənin cəngavərin Bugün gəlib. Şahzadə xanımın toy gecəsi. Bağışla. Arzumun birini vəzirin qardaşı oğluna istifadə eləməliyəm. Yaramaz vəzirin qardaşı oğlu hər dəfə Şahzadə xanımın yanında olanda qoy Vəzirin yaramaz qardaşı oğlu. qız onun gözünə ilan qurbağa kimi görünsün. Eybəcər olsun. Dahiyanə fikirdir. İlan və qurbağa. Hə, ilanla qurbağa sinonim deyil. Yaxşı, qoy sən deyən olsun.
çox tez gəlmişəm. Bura bax Xalid, ənənə öz yerində. Amma gəl əvvəlcə bir-birimizi yaxından tanıyaq. Əgər etiraz eləmirsənsə. Əlbəttə. Amma mən ənənələrə sadiqəm. Acmamısan? Mən sushi sifariş eləmişəm. Gəl ye. Qulaq as. Mən acam, amma yemək istəmirəm. Xalid. Gəl tələsməyək. Əksinə. Dözə bilmirəm. Üzündəki duvağı açmaq istəyirəm. Nəsə problem var? Yox, amma düz deyirsən, məncə tələsmək lazım deyil. Gəl biraz gözləyək. Biz ki vəhşi deyilik. Gözləyək. Düzdür. Biz vəhşi deyilik. Amma söhbət eləmək üçün bu qədər aralı dayanmaq vacib deyil. Əlbəttə, mən otağa baxıram. Əla dizayndır. Şərq üslubunda təmir olunub. Sənə nə olub? Niyə belə utanırsan? Bəlkə duvağımı çıxarım, biraz rahatlanarsan. Yox, lazım deyil. Axı mən səni necə ehtiraslandırım? Mənə nəsə batır. Ay. Orada nə olub? Deyəsən səni seçməkdə səhv elədim. Bəlkə mavi sən xəbərim yoxdur. Yox, əmi, Şahzadə xanım mənim gözümdə, bilmirəm necə deyim, eybəcərdir. Deyəsən bazarda şaurma yeməkdən başın xarab olub. Nə? Körsən, gözün görmür? Yox, nə danışırsınız? Yox. Səsini kəs. Səndən heç bir xeyir yox. Əmican, beynim qarışıb, amma söz verirəm, səhvimi düzəldəcəm. İşlər əla gedir. Şahzadə xanım qardaş oğlunun gözündə ilan qurbağa oxşuyurdu. Əla, şəhərə həddən artıq varlı şahzadənin gəldiyi barədə şayə yay. Karenta, pakonta. Mən bu şayələri şəxsən özüm yayacam. Konka, mayetta, poya. İnsanlara ümid lazımdır. Poya ümiddir. Kayetta, tonka. Matafi, matahutu, matashita, matahuta, matashita, mahunta, pakahuntas. Axırıncını özümdən uydurdum. Söz yadımdan çıxmışdı. Şaliyə qapını aç, yoxsa kəndizimin başını üzəcəm. Nə qədər təkrar eləmək olar? Ata, çıx get. Mən biabır olmuşam. Qoy öz dərdimi tək çəkim. Bu fikirləri başınızdan atın. Gözəllikdə sizə heç kim tay ola bilməz. Heç kim. Əla həzrət, icazə verin. Sən səsini kəs. Qardaşın oğlu mənim balamı alçaltdı. Çarəsiz qalmışam. Çox çarəsizəm. O nədir? Bilmirəm. Doğrudan? Bəxtim gətirdi. Bunu saxla görüm. Rübabə, sən burada qal. İndi gəlirəm. Nə? Yox. Bağdad, gözlə məni, gəlirəm. Yenə mənim başımı kəsəcəklər. Oo, gözəlliyə bir bax. Hanı? Mən çox gözələm. Sinəni bağla qızım. Zibil, sağ olun. Bağışlayın, deməsiz onlar hara gedir? Biz mitingə gedirik. Onu çox varlı və gənc bir şahzadənin emisarı təşkil eləyib. Eşitdiyimizə görə sizin şahzadə çox varlıdır. O, bizim şahzadə xanıma evlənmək təklif eləyəcək, təzə xəbəriniz budur? O birinci deyil. Çoxları bəxtini sınamaq istəyir. Ola bilər. Amma mənim şahzadəm başqalarına oxşamır. O sizə yeni ideya gətirib. Demokratiyanı. Demokratiya nədir? Bu elə bir rejimdir ki, hər birinizin öz rolu olacaq. Hər bir adam ildə cəmi bir dəfə vergi ödəməklə cəmiyyətin inkişafına öz töhfəsini verəcək. Bağışlayın, bir sualım var. Eşidirəm. Axşamınız xeyir. Xoş gördük. Belə təzə vergin hesablanması nəyə əsaslanacaq? Qoy cavab versin. Biz bilmək istəyirik. Cavab ver görək.
Düz deyir. Düzdür. Yaxşı sualdır. Bu vergi hər bir adamın gəlirinə əsasən hesablanacaq. Bu qədər sadə. Amma demokratiya təkcə bu deyil. Demokratiya hər şeydən əvvəl söz azadlığıdır. Hər bir adam istədiyini deyə biləcək. Yalnız əlbəttə ki, ekstremistlərdən Bir başqa. dəqiqə, bir sualım da var. Varlı şahzadənin emissarı. Eləcə misar deyin. Zəhmət olmasa deyin, demokratiya sözü necə yazılır? Nə? Bu nəyəsə kömək eləyəcək? Hə, bizə çox lazımdır. Yaxşı. D-E Bir dəqiqə. M-O-K-R-A-T-I-Y-A. Belə, demokratiya deyəndə Emissar, demokratiya o hərfi ilə yazılır? Ay səni kələyim ha. Mən hər şey yazmışam. Hamısı buradadır. Yaman bir sana. Deyirikdə demokratiya deyirik. Yazılışda isə demokratiya. Amma demokratiya yazmaq daha Nə asandır. fərqi var axı? Yox, fərqi çoxdur. Demokratiya daha asandır. İndi heç kimi asan deyil. Xalid pis vəziyyətdə idi. Tərəzinin gözünə onun həyatı və kişi ləyaqəti qoyulmuşdu. Necəsən hərəm ağası? İndi sənə göstərərəm kimdir hərəm ağası. Xoş gördük hərəm ağası. Şahzadə xanım, mənəm Xalid. Mənə qulaq asın. Dünən anlaşılmazlıq oldu. Amma mən hər şeyi düzəldəcəm. Qapını açın Şahzadə xanım, xahiş eləyirəm. Heç kimi görmək istəmirəm. Onda qapını sındıracağam. Tez olun, qapını açın. Nə boş-boş danışıb baş beynimi aparırsan? Bağışla, amma sən söz azadlığından danışırdın. Axı bu demokratiyadır. Hə, hər kəs istədiyi sözü deyə bilər. Bu demokratiyanın prinsipidir. Onun mənası budur. Səndən başqa Bu yumaqsını. heç demokratik deyil. Nə axmaq zarafatlardır. Məndən söz oyunu oynamağa gəlmisən. Cəmaatın zülm içində yaşaması heç kimi maraqlandırmır. Xalq sultanın qəddarlığından əzab çəkir. Yum ağzını. İndi də bu başladı. Bu cəmaat məni boğaza yığdı. Bezdim. Bağışlayın, amma bəsdir hətərən-pətərən danışdınız. Bəs o necə yazılır? Hətərən-pətərən. Hətərən-pətərən. Mən Bağdad sakinlərinin sizin dediyiniz qədər bədbəxt olduğunu düşünmürəm. Onda sən də sarayda küfürlanmış şahzadə xanım kimi körsən. Hə. Hə, düzdür. Yox, bir dəqiqə. Siz həddi aşırsınız. Yox, imkan verin sözünü desin. Sakit olun. Ola bilər. Bəlkə şahzadə xanım... Nə boş-boş danışırsan? Tez ol, aradan çıxaq. Qaç. Yox, ara gedirsiniz. Dayanın, gəlin söhbət eləyək. Bəlkə sizi içkiyə qonaq eləyim. Ey, əzizim. Belə də həyat olar. Hələ də nağılda bir qızı bişirə bilməmişəm. Sakit olun. Bilirsiniz, hər 5 oğlandan biri 35 yaşına qədər belə problemlərlə üzləşir. Bu normaldır. Gözəl ətriniz var. İncə dərinizdən cürbəcür çiçəklərin qoxusu gəlir. Xalid, İcazə verin sizi öpüm. belə yox. Yaxşı, necə istəyirsiniz? Demək istirdim, bu otaqda yox. Hə, əlbəttə yox. Bir gizli otaq var. Onun yerini heç kim bilmir. Gəlin gedək. Əgər gizlidir və yerini heç kim bilmirsə, onda sən hardan bilirsən? Ya hələ 10 ildə hərəm ağası kimi tanınacaqsın, ya da ağzını yumub dalımca gələcəksən. Hə, əlbəttə. Səs poçtu! Səs poçtu! Səs poçtu. Səs poçtu! Səs poçtu! Bağdad! Səs poçtu. Səs poçtu! Səs poçtu. C'est l'arrivée du beau gosse aka Aladdin, big boss de tous les bédouins. Je suis riche comme un king byzantin, le plus swag de tous les soprins. Je mets la princesse et je débarque dans Bagdad. Oula, t'as des dents super crades. Moi je vais la faire kiffer, pas comme le neveu du vizir. Y'a pas plus la montée, une princesse faut lui faire zizir. L'entrée du patron sur un flot de berbère. Aladdin, c'est mon nom pour le dire à ta mère. Si tu doutes qui c'est le boss, fais un tour sous ton saoué. Tu vas voir le colosse, taille XXXXX.
te donne mon or et là, toi, tu kiffes. Tu kiffes. C'est moi le prince du bling bling, mettre le top du gros chine. Non, t'es pas au planning, donc va faire un jogging. Mais comme je vis le collectif créatif, tu veux la même que Calif ou shérif. Tu crois que c'est nif? C'est toi qui vas chef relatif. Je vais dire tout haut ce que tout le monde pense tout bas. Dans la bouche du vizir, ça sent le caca. Voilà, voilà. Qu'est-ce qu'il y a? C'est moi. Yalla, yalla. Mais quoi? Trop bien, trop bien. Ah, c'est ça. Voilà, voilà. Qu'est-ce qu'il y a? L'arrivée de la c'est moi. Yalla, yalla. Encore. Trop bien, trop bien. Tout le monde. Voilà, voilà. Qu'est-ce qu'il y a? L'arrivée de la c'est moi. Salam. Salam. Əla həzrət, xəbərdarlıq eləmək istəyirəm ki, özünü şahzadə kimi qələmə verən gənc fırıldaqçılardan ehtiyatlı olun. Şahzadə xanımı ondan uzaq saxlamaq lazımdır. Qardaşın oğlunu məndən uzaq saxla. Sözün düzü şahzadə ilə tanış olmaq istəyərdim. Sakit. Xoş gördük çox varlı şahzadə. Eləcə şahzadə, sizin üçün. Xalqımızı əzab-əziyyətdən qurtarmağı sən öhdənə götürmüsən? Kimin xalq əzab çəkir? O nə demək istəyir? Heç, elə belə. Mən dil-dil ötən lovğadan başqa heç kimi görmürəm. Sizdən razıyam, şahzadə xanım. Sən ətraf əyalətlərdəki şahzadələrin həsrətində olduğu şahzadə xanımla evlənmək üçün gözdən pərdə asırsan. Qardaşınız oğlunun bacarıqsızlığı onu göstərdi ki, şahzadə xanımın həsrəti ilə yaşaya bilməzsiniz. Hərəm ağası! Bu nədir? Təzə yanğından mühafizə sistemidir. Deyəsən kimsə siqaret çəkib, ona görə belə oldu. Onu sarayın hər yerində quraşdırmısınız? Bəli. Yataq otaqlarında da? Hamısında yox. Yalnız 10 kvadrat metrdən böyük olan otaqlarda. Qayda belədir. Ola bilməz. Təki yanğın olmasın. Həm də bu sistem çox Xarab olsa bizi su basa Bu bilər. əsil möcüzədir. Heç vaxt nə danışırsınız? Heç bu qanunlarla aram yoxdur. Qanunlar olmasa cəmaatı idarə eləmək Düz çətin olar. deyirsən, çətin olar, amma xalqı çox sıxa bilmərik. Nə eləmək olar? Qoy öyrəşsinlər. Cavanlar baş götürüb qaçar. Hara qaçırlar? Çox çətindir. Niyə başa Məsələn, düşmürsən? hansısa cavan oğlan durub dedi ki, mən sultan olmaq istəyirəm, ya da istəyirəm, bağışlayın bir dəqiqə, deməli belə, nə olursa Öz olsun, başınalıqdır. Əla həzrət, bu gənc şahzadə bizim şahzadə xanımın əri ola bilməz. Deməli sən şahzadəsən. Düzdür. Atamdan mənə keçib. Şahzadəlik atadan oğula. Babam da şahzadə olub. Bu aydınlığı başa düşdüyümüz qədər sən həddən artıq varlısan. Düzdür? Nə dediniz? Sualınızı eşitmədim. Nə dedi? Bəlkə elə mənim heç vaxt olmayan oğlum elə Yox, sənsən. yox, mən elə düşünmürəm. Heç nəyə ehtiyacı olmayan qadına sevgi əlaməti olaraq nə təklif eləyə bilərsən? Qoy əla həzrət təklif eləsin. Nə desəz eləyərəm. Bəndəniz bütün arzularınızı yerinə yetirəcək. Sizi qəfil yaxaladılar. Belə bir işlər. Mən bunu gözləmirdim. Əlbəttə. Əgər qabaqcadan mənə desəydi, onda mən... Ben diyeceğim, benden soruşun. Ben diyeceğim, kaç olar. Ben diyeceğim. Yarış avtomobilim. Ben diyeceğim. Pulsuz oyunlarla dolu planşet. Ben diyeceğim. Konfet maşını bonbon. Konfet maşını. Konfet maşını. Sultan, Sultan istəyir ki, İstəyir. ona konfet maşını verəsən. Bax belə. Bax bu konfet maşınıdır. Oyda, əla. Super! Bax buna deyərəm möcüzə. Bu düzgün deyil. Siz danışmayın. Yenə gələrsən yadından çıxmasın.
Əlbəttə, Şahzadə xanım. Keçirdiyim bu gözəl hissi necə izah eləyim bilmirəm. Mən ona vurulmuşam. Oy, şokolad var. Əlbəttə Şahzadə xanım, buyurun. Çox dadlıdır. Kızım. Şahzadə xanım, Çox sağ ol. Dadlıdır. Hamısı xoşuma gəlir. Bu kimdir? Şahzadə xanımdır. nuş olsun xanım. Kimsə mənim kənizim rübabəni görüb, tez olun onu tapın. Aydındır. Mən batdım. Vəzirlə Xalid kimsənin tanımadığı gizli otaqda görüşdülər. Görüş də gizli idi. Bu barədə heç kim bilmirdi. Çox təəssüf ki, gizli otağı hamı tanıyır. Bura bax. Şahzadə xanım güya həddən artıq varlı olan bu şahzadə yerə gedəcək. Dələduzun biridir. Kəniz də ondandır. Kim? Heç kim. Mən çox düşündüm. Şahzadə varsa toy olacaq. Şahzadə olmasa toy da olmayacaq. Sən şahzadəni aradan götürməlisən. Siz bu barədə yaxşı fikirləşmisiniz? Cin, tez ol, çıx. Bəs depressiyada oldun. Tez ol. Yox. Cənab Ələddin tək mahnı oxuyur. Yazıq Cini yanına qoymur. Axırıncı arzunu demək istəyirdin? Yox, sənlə söhbət eləmək istəyirdim. Söhbət eləmək? Dost kimi. Dost kimi. Şahzadə olandan sonra buna vaxtım qalmayacaq. Şahzadə olandan sonra buna vaxtım qalmayacaq. Bəsdi görək. Sən lampada oturmağı sevən yeganə cinsən. Lampada oturmağı sevən yeganə cinsən. Yaxşı, cin eşşəkdir. Yaxşı cin eşşəkdir. Nə? Necə? Kör-körə kör deməsə körün bağrı çatlayar. Özünsən eşşək. Bağışla, amma özünə kənardan baxmısan? Elə bilirsən böyük adamsan? Mənsiz heç kimsən. Hər şeyə mənim sayəmdə nail olmusan. Cin sənin uğurunun rəhnidir. Mənim qədrimi bilmirsən, sonra peşman olacaqsan. Eybi yox. Ələddin! Ələddin, mənəm Xalid! Nə? Ha, Xalid? Sənsən? Sənsən? Xalid. Qısası, saraya gəlib gördüm ki, kef damaqdır. Acgöz Sultan bir dəqiqədə dayanmır. Bütün günü nəsə yeyir. Onun lampasını gətirmək üçün səhrada xaraba qalmış saraya gəldim. Bilmədim neyniyim. Tütəyi götürüb çalmağa başladım ki, kəndir yuxarı qalxsın. Eyni vaxtda alınmırdı. Məcbur oldum tütəyi. O tərpənmədi. Görürsən başıma nələr gəlir? Hə, sonra gəlib onun yanında belə rəqs eləməyə başladım. Onlara dedim ki, mən beləyəm. Pulum zibil kimidir. Gedək kef eləyək. Saçım bombadır. Nə? Heç, amma başa düşmürəm niyə bu şahzadə xanımla evlənmək istəyirsən. Hələ onun kimi eybəcər görməmişəm. Xalid, bayaq dedim axı, mən cindən xahiş elədim, onu sənin gözündə ilan qurbağaya oxşatsın. Necə yəni? Deməli sənə görə hamı mənə hərəm ağası deyir? Narahat olma qardaşım, ikimiz də bir yerdə o nəzir vəzirin hakimiyyətinə san qoyacağıq. Xəyanətkarlar! Vəzir, nə haqla bura gəlmisən? Rədd ol evimdən. Sultan məni hörmətli qonağı kimi qəbul elədi. Fırıldaqdır. Onun hörmətli qonağı varlı şahzadədir. Əli Baba adlı oğru rəiyyət adamı deyil. Ələddin. Ələddin adlı rəiyyət adamı deyil. Bu yalan sözləri deyən adam Seyrbazdır. Axı sənə görüşəcəyimizi demişdim.
Bu sənə danışdığım həmin adamdır. Odur. Əli dinc durmur. Pozğunun biridir. Yalan deyir. Mən elə deyiləm. Eləsən. Səhrada gecələr çox soyuq olur. Yaxşı, daha bəsdir. Keşikçilər, onları tutun. Bizə deyirsiniz? Hə, sizə. Xalid, lampanı mənə ver. Xalid? Nə? Hərəm ağası, lampanı ver. Çox sağ ol. Nədir? Özün deməmişdin acıqlı gülüm? Bax belə. Bilirsiniz uşaqlar, oğurluq eləmək pisdir. Yalan danışmaqsa mənasız. Münasibətləri yalan üstə qurmaq olmaz. Beləliklə Ələddin Şaliyəni itirdi. Şaxta baba, axı nağıl hələ qutarmayıb. O vəzirlə vuruşmalıdır. Bəs Şahzadə xanım necə oldu? Xalid səhvlərini başa düşməlidir. Danışın, axırı nə oldu? Xoşbəxt sonluq. Danış, nəyi gözləyirsən? Xoşbəxt sonluq. Ələddin, sənsən? Şahzadə xanım? Qışqırıq səsləri eşitdim. Nə? Yox, mən qışqırmırdım. Bəlkə qonşum idi. Təzə nə xəbər var? Vəzir sabah səni edam eləmək istəyir. Aydındır. Şahzadə xanım, sənə düzünü deməliyəm. Mən şahzadə deyiləm. Bilirəm. Şahzadə xanım, sizə yalan dediyimə görə məni bağışlayın. Əgər qəlbinizə toxundumsa, mənə istədiyiniz cəzanı... Sən ölkədən qaçmalısan, yoxsa pis olacaq. Yaxşı, əladır. Yox, əla deyil. Lampanı qaytarıb Bağdadı yaramaz vəzirin əlindən xilas eləmək lazımdır. Sən vəzirə yaxın gedə bilməyəcəksən. Amma məndən şübhələnməyəcək. Nə? Yox. Şahzadə! Əla öpüşdük. Lampanı blokdan çıxartmaq üçün barmağınızı sürtün. Niyə işləmir? Yəqin Ələddin onu bloka salıb. Məncə burada şifrə lazımdır. Ələddini hipnoz elə, şifrəni öyrən. Onda lampanın sahibi mən olacağım. Mən psixiatr deyiləm, hipnoz eləməyi bacarmıram. Ona görə də... Onda niyə mənim baş beynimi... Sakit ol. Bu uşaq oyunları kimə lazımdır? Gəl özümüzü aldatmayaq. Vəzir! Bura gəlişinizin səbəbi nədir, Şahzadə xanım? Xalidlərlə Ələddinlər məni lap bezdirib. İkisi də ağzından südüyü gələn uşaqdır. Çox gəncdilər. Təcrübələri yoxdur. Maraqlıdır, Şahzadə xanım. Onların heç biri mənə layiq deyil. Bu nəticəyə necə gəldiniz? Birinə hərəm ağası deyirlər. Əbəsirə yox. Nə vaxtsa vaxtı gələndə taxtaca sahib olmaq üçün əsil kişi lazımdır. Güclü, sirlə dolu. Yox. Yox. Ələddin. Bağışla məni, qardaşım. Yaxşı, bağışlayıram.
Ələddin, tez ol. Əlimdən qaça bilməyəcəksən. Atam sənin başını kəsəcək. Öz başın barədə düşün. Sakitcə şahzadəni burax, bıçağı yerə qoy. Vəzirdən əl çək. Sizdən sonra gələn var. Yox, mən axırıncıyam. Yaxşı. Onu mənə ver. Sən niyə ölməmisən? Sevgi ölümdən güclüdür. Bəsdir. Biz bir-birimizi sevirik vəzir. Cəhənnəm ol. Mən? Hə. İndi? Hə. Ora? Siz onlar... Hə, düz ora. Görüşəcəyik. Get, tez ol. Sən də qutar, bəsdir. Lampanın şifrəsini de. Şahzadəni burax. Yaxşı fikirdir. Yox, buraxma. Buraxma. Nə deyirsən, buraxım ya yox? Yox, yox. Burax, amma indi yox. Şifrəni de. Yox, Ələddin. Hamıya deyərik ki, şahzadə sənin kimi rəiyyət adamını sevmədiyi üçün onu öldürdü. Yox! Heyf, hərəm ağası Xaliddən fərqli olaraq sən ondan yaxşıca istifadə edə bilərdin. Satqın, sən mənə oğul əvəziydin. Oğul yox, qardaş oğlu. Xalid! Əvvəlcə sənə məhv eləyəcəm. Sonra da o yaramaz acgöz sultanı və nəhayət özüm Bağdadı idarə eləyəcəm. Mənə eşidirsiniz? Yaxşı eşidirəm. Əlahəzrət necəsiz? Maraqlıdır, amma mən... Ona qulaq asmayın sultan. O satqındır. Əmr eləyirəm. Rübabənin başını kəsin. Nəyə görə? Bağışla, buna vərdiş eləmişəm. Həmişə belə olur. Çanaq mənim başımda çatlayır. Bağışla, mən qocalmışam. Tutun o siz şovulu oxşayan vəziri. Heç vaxt. Tut onu. Tez ol kaçtı. Onu elden bırakmak olmaz. Tut onu. Yaxşı, bir saniyə. Biraz gözləyin də. İndi tutacağıq. Deməli belə, vəzir uçan gödəkçəsinə minib getdi. Ələddin isə vəzirin otağından uçan xalçanı tapıb onun ardınca uçdu. Bağdadın üstündən ora bura, vəzir evin üstündən Ələddin də onun ardınca çırdı. Və birdən Ələddin hop eləyib vəzirin gödəkçəsinin üstünə tullandı. Onların əlbəyaxa döyüşü başladı. Vəzir güldü. Qılıncını çıxarmaq istəyəndə gördü ki, alınmır. Çox gülməli vəziyyətə düşdü. Təsəvvür edirsiniz? Onda vəzir Ələddini tutmağa çalışdı. Ələddin balıq kimi onun əlindən sürüşüb çıxdı. Sonra da bax belə rəqs eləməyə başladı. Onda vəzir qışqırdı. İndi gizli silahımı işə salaram, görərsən. Və o Ələddinin üzünə nəfəs verdi. Vəzirin ağzından elə pis qoxu gəlirdi ki, Ələddin huşunu itirib gödəkçədən yıxıldı. Amma bizim Ələddin axmaq deyil. O uçan xalçanın üstünə inib gödəkçənin sapından tutdu. Gödəkçə sökülməyə başladı. Vəzir ləngər vura-vura yerə düşməyə başladı. Bax belə. Dəydi yerə. Bir adam olsaydı onunla bu Ələddinə baxmaq üçün kinoya gedərdim. Maraqlı gəldi. Doğrudan. Hə? Filmlərdə çoxlu xüsusi effektlər olanda xoşum gəlmir. Sonra isə yerə çırpıldı. Ələddin, sən cəsarətli oğlansan. İkimiz bir yerdə Bağdadı idarə eləyə bilərik. Zülmət tərəfə keç. O hardadır? Orada o tərəfdə. Doğrudan bura qaranlıqdır. Göz gözü görmür. Al payını. Necədir? Xoşuna gəlir?
Yaxşı, de görə sözünün canı nədir? Yox, sadəcə yoxsulluq içində doğulub böyüdüyümü demək istəyirəm. Bağdadın kənarında yaşayırdım. Küçədə təlxəyli eləyirdim. Acından ölmək üçün tamaşa göstərirdim. Biz o qədər də müxtəlif deyilik. Biz başqa adamlarıq. Heç oxşamırıq. Ələddin, mən sənin atanam. Nə? Mən sənin atanam. Yox. 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 Yox! Dayan. Atam 5 yaşım olanda ölüb. Onun üzü yadındadır. Boş-boş danışma, onsuz da inanmıram. Məni aldatmaq istəyirsən? Yaxşı, razıyam. Yaxşı, razısan? Əgər bu fikir xoşuna gəlmirsə, davam eləyə bilərik. Buyur. Yox, mən əmmim oğlu ya da dayım oğlum desəydin başqa məsələ. Amma atam olmaq... Ölümə hazır ol. Vəzir, bir dəqiqə dayan. Nə olub? Mən sənin oğlunam. Yalandı. Doğrudur. Bu necə ola bilər? Gəl. Gəl səni qucaqlayım oğlum. Ata. Deməli atan olduğumu deyəndə mənə inanmadın, hə? Amma mən sənə inandım. Bu vaxtsa Bağdadda yenə də Xalidi xilas elədilər. Çox sağ ol. Dəyməz. Bu mənim borcumdur. Mən həkiməm. Sən dedin ki, onun oğlusan, amma əslində oğlu deyilsən, hə? Super, səndən fəxr eləyirəm. Vəzirə tək başına qalib gəldin. Sehrin gücü olmadan. Axırıncı arzumu sərf eləmək istəmədim. Düzdür. Bir arzun qalıb. Nə deyirsən? Həmişəlik şahzadə olmaq istəyirsən, ya... dişlərini ağartmaq, biraz saralıb. Nə istədiyimi bilirəm. Əla, da gəlsin. Gözüm üstə, yerinə getirəcəm. Sonuncu arzumdur. Hə? İstəyirəm səni azad edeyim, dostum. Baş üstə. Nə? Ehtiyatlı ol Ələddin. Belə şeylərlə zarafat eləmək olmaz. Bu oyun deyil. Mənə çox təsir elədi. Mən... Yaxşı, bəsdir. Sən ağlasan, mən də ağlayacağam. Ağlamaq lazım deyil. Ağlaya bilmirsən? Sən ağlaya bilmirsən? Bilirəm. Yox. Mən yeni emosiyalar kəşf eləyirəm. Azadam. Azadsan. Nədir? Heç nə. Sən gücünlə gözəlliyini buna dəyişdin? Bilirsən, həmin oğlan, nədir ki, problem var? Bu mənəm, dostum. Mənəm, görmürsən? Necə varamsa eləyəm. Nə saç, nə geyim səni şahzadə eləməyəcək. Boş xəyallara dalma. Bla bla bla, na. Şahzadə sənin ruhunda olmalıdır. Elə bilirsən dəbli paltar geyindiyinə görə sənə hörmət eləyirlər? Yox, məsələ xarizmadadır. Başa düş. Aydındır, məndən xarizma yağır. Günəş adamıyam. Bir dəfə xarizmamı işə salıb qızı yandırdım. Ona yaxın gedən kimi 3-cü dərəcəli yanıqla yatağa düşdü. Bütün sifəti soluq idi. Paltarını çıxart gör sənə hörmət eləyirlər ya yox? Əlbəttə eləmirlər. Şahzadə olduğun üçün qızların xoşuna gəlirsənsə, onda bu lazım deyil. Elə bilirsən saçını düzəldib, bağlı paltar geyinməklə məsələ bitir? Boş şeydir. Düz deyirəm ya yox? Düz deyirsən. Vur bura. Bağışla dostum, vura bilmərəm. Əlim çatmır. Sultan, bugün sənin qarşında olduğum kimiyəm. Mən özüm... Sam, nə olub sənə? Ha?
Bu nə sirkdir? Bağışlayın uşaqlar, həmkarım sizə nağılın sonunu danışacaq. Nə? Nə? Məni atıb hara gedirsən? Gəl bunu bir yerdə eləyək. Ey, nağılın sonunu danışmasan səni işdən çıxardacağam. Bağışla. Ey, ikinci şaxta baba. Nə istəyirsən Albinos? Bəsələddin nağılının axırı nəyindən qutardı? Bağışlayın. Buyurun, Chanel'in axırıncı ətiridir. Nəfsini saxlamaqdan alınan zövq. Düz deyir. Barbara, zəhmət olmasa qaraja düş. Buzxanadan buz gətir. Bura bax, mən sənin qulluqçun deyiləm. Bir bu çatmırdı. Xahiş eləyirəm. Yaxşı. Sofiya, sizi belə vəziyyətdə görəndə əzab çəkirəm. Sam sizi xoşbəxt eləməyəcək. İstirahət günlərini mənim Kurşevildəki kənd evimdə keçirməlisiniz. Dağda xəzəy sürərik. Find you. Bəsdir, qızımı yoldan çıxartın. Mühasibatlığın sənədlərini gətirmisən? Dünən xahiş eləmişdim. Nə vaxtdan mühasibatlıqla maraqlanmağı başlamısınız? Düz deyirsən, nəyimə lazımdır? Sənin brokerin Milad bayramında işləyir, hə? Ata, indi çox çətindir. Çətin heç nə yoxdur. Milad bayramıdır. Görün küçədə kimi tapmışam. Axşamınız xeyir. Görürsüz, Şaxta baba da gəldi. Ata, Sofiya, səni bir dəqiqə eləyirlər. Qulaq as. Mən maliyyəçi deyiləm. Yaşamağa yerim olmadığı üçün sizdə qalıram. Mənzilimdə təmir işləri getmir. Afrikadakı az uşaqlara da kömək eləmirəm. Heç vaxt da Nobel mükafatına namizədliyimi verməyiblər. amma mağazada uşaqlara nağıl danışmaq da layiqli məşğuliyyətdir. Salam. Xalid, Xoş gördük. bura niyə gəlmisən? Mən nağıl danışmağı bacarmıram. Onlar nağılın davamını eşitmək istəyirlər. Biz buradayıq. Buradayıq. Buradayıq Şaxta baba. Ben de biz buradayıq. Bize çok maraqlıdır. Danış ne olur. Danış, xahiş edirik. Salam Sabrina. Bitti. Barbara. Xahiş edirik, danış. Tez ol, biz bilmək istəyirik. Mən səni sevirəm. Nə? Danış, xahiş edirik. Axırı nə oldu? Salam Xahiş dostum. edirik, danış. Axırı necə qutardı? Tez ol, biz bilmək istəyirik. Danış, nağılı danış. Nağıl necə qutardı? Ne olur nağılı danışın. Axırı necə qutardı? Axırını danış. Axırı nə oldu? Nağıl necə oldu? Axırı necə qutardı? Şaxta baba danış da. Tez ol danış, tez ol. Nağılın axırı necə oldu? Şaxta baba. Axırı necə qutardı? Tez ol. Danış. 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 Danış Sakit. Şaxta baba. Danış. 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 Sakit olun. Danış. Mənə qulaq asın. Danışmayın, sakitləşin. Deməli, nağılın sonu. Beləliklə, Sultan, bura gəlmişəm, hər şeyi açıb sizə danışım. İstəyirəm həqiqəti biləsiz. Mən Bağdad xarabalıqlarında yaşayan oğruyam. Nə adım var, nə sanım. Bu hissəni ötür. Varlısan ya yox? O qədər də yox. Çox pis. Onun pulunun mənə nə dəxli var? Ne? Əgər təmiz və mərhəmətli ürəyi varsa, deməli mənim sevgimə layiqdir. Ürəyim mərhəmətlidir. Birinci nə idi? Təmizlik. Bəs təmizlik, sən təmiz adamsan? Mənim çox mərhəmətli ürəyim var. Axırda Sultan ayağa qalxdı. Bəlkə də yox. Sonra o istədi ki... Olar axırını mən danışım, hə? Sultan ayağa qalxıb dedi. Neynək? Əgər mənim qızım
Bizi zalım vəzirin əlindən xilas edən kasıb, amma cəsarətli ələtlərə getmək istəyirsən, qoy belə də olsun. İkisi də gözəldir, hə? Üz gözünü niyə turşutmusan? Elə, uşaqlar gedək stol arxasına. Yoxsa Milad bayramını küçədə qarşılayacağıq. Hə, gedək. Mən də acımışam. Xalid dostum. Acından ölürəm. Mən də. Ürəyinə pişiriblər. Dünəndən heç nə yeməmişəm. Valideynləri necə inandırdın ki, Milad bayramında uşaqlarını səndən buraxdılar? Kimin valideynlərini? Necə yəni kimin? Dəli olmusan? Başın xarabdır. Özün sən başdan xarab. Əlini çək. Mən hardan bilirdim ki, onların valideynləri var? Batdıq, indi neyniyək? Bəs də əl çək. Burax məni. Ay. Vous n'êtes pas taille. Bandez les yeux à vos phares, elles vont tomber sous le char. Prétendant si tu l'aimes, je te conseille de baisser les armes. Oyez, habitants de Bagdad, Aladdin arrive, vous n'êtes pas taille. Bandez les yeux à vos phares, elles vont tomber sous le char. Prétendant si tu l'aimes, je te conseille de baisser les armes. Səni qəbul eləməyimi istəyirdin? Eşidirəm. Şaliyə, mən sənin atanam. Nəyə gülürsünüz? Tutar qatıq tutmaz ayran. Ata, gəl qulaq as gör nə deyir. Yox, lazım deyil. Mən elə belə... Gəl bax. Ata, vəzir dediyindən əl çəkmir. Lazım deyil. Naz eləmə, nə oldu? Yaxşı, başla, vəzir, təkrar elə. Şaliyə, mən sənin atanam. O dəli olub. Ne cherchez pas à savoir d'où. Son cœur est libre et veut Chali à la douce. Il est riche, beau gosse et j'en passe. Impossible de faire semblant de revoir quand la légende passe. On raconte ailleurs, tout le monde le veut. Tout le contraire du vizir et son neveu. L'homme aux 400 000 feux mais accompagné de cracheurs de feu. Il est même dit qu'il a un ami génie qui exauce des vœux. Dayanın! Çəkilin. Vəzir. Mən sənin atanam. Atam? Aladdin il vend du rêve. Posé sur son dromadaire, poussez-vous, il tient les rênes. Bien trop connu pour qu'on se demande qui c'est. Chouf ses diamants, son or, ses cheveux lissés. Les prétendants tous nazes, limite insultants. Inclinez-vous, allez tous prévenir le sultan. Princesse Chalia, voilà Aladdin le prince. Avis au Bagdadi, désormais c'est lui qui rince. Zarafat istəyirsən? Hə, Şaliyə. Mən sənin atanam. hə, bilirəm. Sən zarafat başa düşmürsən. Nə? Film 2016-cı ildə Azad Azərbaycan Teleradio Yayım şirkətində səsləndirilib. Dublyajın rejissoru Nərmin Nizam, səs rejissoru Ağamalik Abbaszadə, tərcümə edən Jalə Məmmədova, redaktor Lamiyə Tağıyeva. Filmi səsləndirdilər Mətanət Abbas, Ellada Həsənova, Qədir Mirzə, Vüsal Xalıqoğlu, Rövşən Məmmədli, Vüsal Murtuzəliyev.